Xəzər dənizində suyun səviyyəsinin azalmasının qarşısının alınması istiqamətində atılacaq addımlarda bir maliyyə bazasına fokuslanmaq doğru deyil. Bunu Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında açıqlama zamanı deyib. Onun sözlərinə görə bu təşəbbüsdə özəl sektorlar da fəal iştirak etməlidir. Ümumiyyətlə, Xəzər dənizinin suyun geri çəkilməsi, yeraltı şəhərlər, tikinti qalıqlarının tapılması bir növ tarixi əks etdirmək baxımından yaxşıdır, amma suyun geri çəkilməsi elə də yaxşı hal deyil. Qız Qalasında olanlar bilir ki, orada bəzi fotolarda Xəzər dənizinin dalğalarının məhz Qız Qalasına çırpıldığının şəkilləri var və s. və ilaxır zamanla dəniz geri çəkilib və indi həmin ərazini, məsələn, Qız Qalası ilə dənizin arasındakı ərazini dəniz kənarı bulvar tutur, amma get-gedə lap çəkilməyi ümumiyyətlə Xəzər sahillərinin geri çəkilməyi Xəzər dənizinin elə də yaxşı bir hal deyil, ekoloji fəsadları çoxdur. Nəzərə alsaq ki, gələcəkdə duzlu suyun şirin suya çevrilməsi layihələri də var. Azərbaycan da bunda iştirak edir və təşəbbüslər müzakirə, predmetli işlərə başlanılır və s. Onda da, onun özündə də, yəni o prosesdə də suyun səviyyəsi azala bilər. Bu balıqların və digər canlı orqanizmlərin də məhv olması deməkdir.